Azərbaycanda sizi çox izləyirlər. Xüsusilə son zamanlarda Məhəmməd Hüseyn Şəhriyara çıxışlarınızda tez-tez müraciət edirsiniz. Ədəbiyyat, Şəhriyarın şeirləri sizin üçün nə deməkdir? Duyğularınızın yoxsa yaratmaq istədiklərinizin ifadəsi? Xahiş etsək, bu məqam üçün onun hansı şeirindən bir neçə bənd söyləmək istərdiniz? Xeyli şeir az Şəhriyar dedim. Çox şeirlər var Şəhriyardan, ancaq onun Heydər Babaya salam şeirləri üçün bizim həyatımızı özündə əks etdirir. Ona görə də tez-tez mən ona müraciət edirəm. تصویر زندگی است که باهاش زندگی کردیم رو خیلی وقتا زمزمه می‌کنم. اون شعریش هست که میگه هیدر بابا kəndin günü batanda, uşaqların şamını yeyib yatanda, ay buluddan çıxıb qaş göz atanda, bizdən də bir mümkün olsa yad elə, açılmayan ürəkləri şad elə. Qarı nənə gecə nağıl deyəndə, küləş qalxıb qappacanı döyəndə, qut keçinin şəngilisini yeyəndə, mən qayıdıb bir də uşaq olaydım. Bir gül açıb ondan sonra solaydım, məcanın bal bəlləsini yeyərdim, sondan durub üstonumu giyərdim, bağçalarda tringəni deyərdim. Ay özümü vəzdirən günlər, ağaç minib, at gəzdirən günlər. Ta dələt bəxat mütürəm mənə bəxunəm. Nə qədər istəsəm mən oxuya bilərəm şeir. Son sualımızı vermək istəyirəm, cənab prezident. Etiraf etmək lazımdır ki, son illərdə iki dost ölkə arasında müəyyən gərgin anlar yaşandı. Bura Azərbaycanın İrandakı səfirliyinə hücumu və bəzi ritorikaları da aid etmək olar. Deyə bilərikmi ki, o mərhələ artıq keçdi və münasibətlərin səmimiyyəti üçün daha nələr etmək olar? در همه کشورهای Bütün ölkələrdə bəziləri danışmamalı olduqları sözləri danışırlar və çərçivələri sındırırlar, pozurlar. Hələ bizim öz ölkəmizdə bəziləri hətta bizim özümüzü də qəbul eləmirlər. ممکنه خود ما هم قبول نداشته باشه. Biz siyasi və ictimai elita çalışmalıyıq ki, bəzilərinin ölçülməmiş hərəkətləri yuxarılara təsir etməsin. رفتارهای نسنجیده و غیر اصولی یه عده‌ای از افراد اختلاف بین بزرگان ایجاد نکنه. Uşaqlıqda biz bir-birimizlə savaşardıq, sonra da barışardıq. Amma böyükləri işə cəlb eləyəndə onlar küsülü qalırdı. بعد با هم آشتی میکردیم. اما بزرگان رو به دعوا را وادار میکردند و بعد با هم قهر میکردند. Biz uşaqların davası ilə və bəzilər hansı ki bizim əlaqələrimizə xələl gətirmək istəyirlər, onların təsiri altına düşməməliyik, böyüklər düşməməlidir. دیگه خراب بکنن بزرگا قاطی این بچه‌ها بشن. در نتیجه با تمام وجودمون Bütün vücudumuzla Azərbaycandakı bacı qardaşlarımıza sevgi bəsləyirik, onları sevirik və onları özümüzdən hesab edirik. داریم اونا رو خودمون میدونیم. ما آرزوی سربلندی و توفیق و عزت برای همه عزیزانمون داریم. Və bütün əzizlərimizə başucalıq, izzət arzu edirik və müvəffəqiyyət. Çox təşəkkür edirik, cənab prezident. Təbii ki, biz sizlə daha uzun müddət danışmaq istəyirik, lakin bilirik ki, vaxtınız qısıtlıdır. Bu vaxtı ayırdığınız üçün bir daha sizə minnətdarıq. ما خیلی دوست داشتیم با شما بیشتر صحبت بکنیم ولی میدونیم که شما مشغلتون زیاده. به خاطر این وقتی که در اختیار ما گذاشتیم بسیار سپاسگزاریم. sağ olasınız, yaşayasınız, selamet olasınız. Çox sağ olun.